Ər-arvadla dalaşdı, övladı araya girdi və bıçaqla atasını vurdu. Bəli, belə bir məlumat xəbər saytlarına yayılıb və qeyd olunur ki, hadisə paytaxtın Nizami rayonu İsmail Məmmədov küçəsindəki çox mərtəbəli binalardan birində 4-cü mərtəbədəki mənzildə qeyd alınır və belə ki, 49 yaşlı Rüfət Həkimov mübahisə zamanı həyat yoldaşını vurur və bunu görən 15 yaşlı qızı bıçaqla atasına xəsarət yetirir və Rüfət Həkimov dərhal xəstəxanaya yerləşdirilib. Vallahi mən bilməm, mən heç evdə olmamışam. Mənim oğlumdur, mən şəhərdə olmuşam. Vuruşublar, nə eləyiblər, nə ayırıblar, nə bilib. Mən balnisədən bu dəqiqə gəlmişəm mən. Həyat yoldaşı ilə? Həyat yoldaşı ilə vuruşub düşüb həyətə. Orada da bir oğlanla dalaşıb, bilmirəm kimdir oğlan. Maşın saxlayıb oradan. Xəbərdə deyilir ki, oğlunuzun evladı, 15 yaşlı qızı ona xəsarət yetirib. Yox, elə şey yoxdur. Xəsarəti kim yetirib bəs? Bir oğlandır, bilmirəm, tanımıram kimdir. Aşağıda dalaşıblar, vuruşublar, o vurub onu. Mən də getdim, gördüm ki, çıxartdılar şeydən, əməliyyatdan, bir balaca əməliyyat ediblər. Və salam, səhərdə keçirdəcəklər palataya. Vəziyyət nə yerdə indi, necədir? Yaxşı, vəziyyəti yaxşı. Həqiqi yaxşı. İrıq olsun, ağır olsa, mənim evdə nə işim var? Bəs o saytların yazdığı o xəbər yalandır onda? Elə şey olur. Bilmirsən, şişirdilər. Jurnalistə bir dənə şey lazımdır. Yazıblar ki, ər-arvad dalaşıb, evladı girib araya. Yox, elə şey olmayıb. Elə şey olmayıb. Evdə hansı evdə söz olunur? 75 yaşım var, evdə söz olmayıb. Əldə etdiyimiz məlumata əsasən fevralın 2-sində Nizami rayon ərazisində bir nəfərin kəsici alətlə xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.